Salam uşaqlar, bugün biz İzə nəşriyyatdan olan monitorinq sualları ilə tanış olacağıq. 4-cü sinif monitorinq 2-dən davam eləyirik. Monitorinq 2-nin ikinci mətnini oxuyaq, suallara izah verək. Sağlamlığın şərtləri. Baxaq görək nəymiş bu sağlamlığın şərtləri. Sağlamlıq xoşbəxt həyatın əsas şərti və təminatıdır. Bəzən bədən çəkisinin artıq olması, hərəkət azlığı, düzgün qidalanmamaq, psixoloji gərginlik, yoluxucu xəstəliklərə tutulma və s. insanın sağlamlığını təhlükə qarşısında qoyur. Sağlamlığımızı möhkəmləndirsək və qorusaq, uzun ömür sürər və aktiv həyat tərzi keçirərik. Erkən yaşlardan bədən tərbiyəsi və idmanla məşğul olmaq, orqanizmi möhkəmləndirmək olduqca vacibdir. İdman orqanizmi xəstəliklərdən qoruyur, sağlam saxlayır. Ona görə də bacardığınız qədər daha çox hərəkət edin. Asudə vaxtlarınızı hərəkətli oyunlar oynayaraq təmiz havada keçirin. Lakin idman edərkən müəyyən qaydalarda unutmaq olmaz. Mütəxəssislərin məsləhətinə görə idmana başlamazdan ən azı yarım saat əvvəl yemək-içmək dayandırılmalı və əvvəlcə kiçik hərəkətlərlə bədənin isinmə prosesi yerinə yetirilməlidir. Əgər bunu etməsəniz, sağlamlığınızla bağlı problemlər meydana çıxa bilər. Fiziki tərbiyə sağlam inkişafa təkan verir, dözümlülüyü tənzimləyir, insanda müsbət emosiyalar yaradır. Günəş vannası orqanizmi möhkəmləndirmək üçün əlverişli vasitələrdən biri hesab edilir. Həkimlər günəş vannasından müəyyən saatlarda və düzgün qaydada istifadə olunmasını əvəzedilməz müalicə növü hesab edirlər. Günəş şüası altında orqanizmdə D vitamini sintezi artır ki, bu da sizin sümükləriniz üçün olduqca əhəmiyyətlidir. Lakin günəş vannasından ifrat dərəcədə istifadə olunmamalıdır. Səhər evdən çıxıb axşama qədər dəniz kənarında, gün altında qalmaq müxtəlif xəstəliklərə, günəş yanıqlarına gətirib çıxarır. Günəş vannası qəbul etməzdən qabaq qoruyucu günəş kremindən istifadə etməli, çox ağır qida qəbul olunmamalı, çoxlu maye içilməlidir. Günəş vannası qəbulu orqanizmin daha çox maye itirməsinə səbəb olduğundan bədənin su itkisi dərhal bərpa olunmalıdır. Bax, burada uşaqlar diqqət eləyin, nə deyir? Günəş vannası qəbulu deyir, orqanizmin daha çox maye itirməsinə səbəb olur. Yəni, günəş altında uzanırıq. Günəş vannası nədir? Yəni, günəş qəbul eləmək. Günəş altında uzanırıq və o istiliyi bizə neynir? Bədənimizdəki mayelər tər vasitəsilə, tərləməklə xaric olunur. Bu da bədənimizin su itirməsinə səbəb olur. Buna görə də deyir ki, bədənin su itkisini dərhal bərpa olunmalıdır. Təmiz hava sağlamlığı təmin edən ən vacib şərtlərdən biridir. Havada olan oksigen qazı orqanizm üçün əvəzolunmazdır. Təəssüf ki, şəhərdə hava zəhərli qazlarla çirklənir. Bu isə insan orqanizmi üçün təhlükə yaradır. Şəhərlərdə havalar zəhərli qazlarla necə çirklənə bilər ki, məsələn, şəhərlərdə maşınların sayı daha çoxdur, fabriklərin, zavodların sayı daha çoxdur. Oradan çıxan, yəni emal zamanı oradan çıxan tüstülər, zəhərli qazlar orqanizmimiz üçün təhlükəlidir. Bax, bunu deyir. Deməli, harda qaldıq? Qazlarla çirklənir. Bu isə insan orqanizmi üçün təhlükə yaradır. Orqanizm çirkli hava ilə nəfəs aldıqda zəifləyir və xəstəliklərlə mübarizə aparma qabiliyyətini itirir. Su sağlamlıqdır. Həyat ilk dəfə sudan əmələ gəlib. Bədənimizin 70-80%-ni su təşkil edir. Biz qidalarımızı su ilə qəbul edirik. Lazımsız maddələr də orqanizmimizdən su ilə çıxır. Su təmizlik mənbəyidir. Baxaq indi uşaqlar suallarımıza. Görək suallarda bizdən nə soruşur. Günəş vannası deyir, hansı faydalar var? Günəş vannasının hansı faydaları var? Görək. Günəş yanıqlarına səbəb olur. Xeyr, belə bir şey yox idi. Bax, burada günəş vannası var idi burada. Bax, hansı abzasdır bu? Abzaslarımızı buradan qeyd eləyək. Bu bizim birinci abzasımız idi. Sonra ikinci abzasımız buradan başlayır. Bu 3'dür. Üçüncü abzasımız. Bu 4-cü abzasdır. Sonra
4, 5. 5-ci abzas, bu da 6-cı abzas. Mətnimiz 6 abzasdan ibarətdir. Abzaslarda bilirdik ki, uşaqlar 1-ci abzas mətnimizin giriş, sonuncu abzas isə nəticə, yəni finish, nəticə hissəsini təşkil edirdi. Ortada qalan digər abzaslar əsas hissəni təşkil edirdi. İndi günəş vannasının hansı faydaları var idi burada? Bizdə göstərirdi. Günəş vannası hansı abzasdan başlayırdı? 4-cü abzasdan. Deyir ki, günəş vannası orqanizmi möhkəmləndirmək üçün əlverişli vasitələrdən biri hesab edilir. Həkimlər günəş vannasından müəyyən saatlarda və düzgün qaydada istifadə olunmasını əvəzedilməz müalicə növü hesab edirlər. İndi nə edirdi burada? Orqanizmi möhkəmləndirirdi. Baxın, bu hissədə. Demək, günəş yanıqlarına səbəb olurdu? Xeyr. Olduqca yorğunluq yaradırdı? Xeyr. Bədəni nəmləndirirdi? Yox. Orqanizmimizi nə edirdi? Möhkəmləndirirdi. Olacaq. Birinci sualımızda B bəndi. Sonra növbəti ikinci sualımıza baxaq. Görək nədir? İdmana başlamazdan əvvəl nə etmək lazımdır? Aha, yemək yemək, duş qəbul etmək, kiçik hərəkətlərlə bədəni isitmək, günəş kremi çəkmək. Baxın, uşaqlar, bu da burada var idi idmanla. Baxın, hansı görək abzasda idi? İkinci abzasda verir ki, erkən yaşlarda bədən tərbiyəsi və idmanla məşğul olmaq orqanizmi möhkəmləndirir. İdman orqanizmi xəstəliklərdən qoruyur, sağlam saxlayır. İlk öncə idmana başlamazdan əvvəl bax bu hissədə var idi. İdmana başlamazdan əvvəl ən azıdır yarım saat əvvəl yemək, içmək dayandırılmalı və əvvəlcə kiçik hərəkətlərlə bədənin isinmə prosesidir yerinə yetirilməlidir. Aha, baxaq. Deyir, idmana başlamazdan əvvəl nə etmək lazımdır? Yemək yemək xeyir, duş qəbul etmək xeyir, kiçik hərəkətlərlə bədəni isitmək, bəli. Hansı bəndimiz olacaq burada? Olacaq C bəndimiz. Sonra bizdən nə soruşur? Üçüncü sualda insanın bədəninin təxminən neçə faizini su təşkil edir? Aha, bu da burada qeyd olunmuşdu mətnimizdə. Baxın uşaqlar, insanın deyir bədəninin 70-80 faizini su təşkil edirdi. Hansı bəndimizdə olacaq? C bəndimiz burada doğru variantdır. Sonra 4-cü sualda nə soruşur burada? Uzun ömür sürmək və fəal həyat tərzi keçirmək üçün nə etmək lazımdır? Sağlamlığı qorumaq və möhkəmləndirmək, bədən çəkisini artırmaq, hərəkətsiz olmaq, yuxu saatlarını azaltmaq. Uşaqlar, biz burada məntiqlə də tapa bilərik ki, burada yuxu saatlarını azaltmaq xeyr, bizim orqanizmimizə xeyirli olmaz. Hərəkətsiz qalmaq da olmaz. Bədən çəkisini artırmaq, yəni kökəlmək də bizim sağlamlığımız üçün faydalı deyil. Sağlamlığımız üçün faydalı nədir? Sağlamlığı qorumaq, yəni uzun ömür sürmək üçün sağlamlığımızı qorumaq və möhkəmləndirməliyik. A bəndi. İdmana başlamazdan ən az nə qədər vaxt əvvəl yemək içməyi dayandırmaq lazımdır? Bax, bayaqları da qaydanda orada gördük, deyir, ən azı yarım saat əvvəl nə etmək lazımdır? Yemək içməyi dayandırmaq lazımdır. Yarım saatımızda nə qədərdir uşaqlar? 30 dəqiqə. Sonra 6-cı sualımızda nə deyir bizə? Deyir ki, isinmə hərəkətləri edilməzsə nə baş verə bilər? Aha, idmanda isinmə hərəkətləri edilməsə nə baş verə bilərdir? Enerji azalar. Xeyr, enerji azalmaz. Sağlamlıq problemləri yaranar. Bəli, bu doğrudur. İdman asanlaşar. Xeyr. Yuxu yaxşılaşar. Xeyr. Bax uşaqlar, bunların heç biri uyğun deyil. Enerji azalması olmaz. İdman asanlaşmaz. Yuxu yaxşılaşmaz. Sağlamlıq problemi yaranar. Bax, bu doğru variantdır. Nəyə görə sağlamlıq problemi yaranar? Misal üçün, biz birdən-birə başlayırıq idman eləməyə. Başladıq.
nəysə bu hərəkət elədik. Məsələn, akrobat açdıq ya bir idman hərəkəti elədik birdən-birə. Yəni bədənimizi isinmə hərəkəti etdirmədən başladıq buna. Bu da nəylər? Bədənimizdə fəsadlar yarada bilər. Məsələn, qolumuz incilər, oynaqlarımız yerindən çıxa bilər və s. Bax, idmana başlamazdan əvvəl yüngül isinmə hərəkətləri etmək lazımdır. Sonra 7-ci sualda nə deyir bizə? Təmiz hava orqanizm üçün hansı faydanı verir? Aha, bax var idi o bizim mətnimizdə təmiz hava hansı faydanı verirdi? 5-ci abzasımıza baxaq. Təmiz hava deyir, sağlamlığı təmin edən ən vacib şərtlərdən biridir. Havada olan oksigen qazı deyir, orqanizm üçün əvəz olunmazdır. Aha, oksigen qazı əvəz olunmazdır. Havada olan oksigen qazını biz qəbul edirik. Bu bizim üçün vacibdir. Demək, hansı olacaq burada? Oksigenlə təmin edəcək bizi. A bəndi. Qan təzyiqini artırır, olmaz. Azot səviyyəsini artırır, olmaz. Sinir sistemi zəiflətir, olmaz. Sonra 8. Mətnə görə hansı fikir yanlışdır? Baxaq. Təmiz hava orqanizm üçün vacib şərtlərdən biridir. Bəli, bu doğru fikirdir. Bu doğru fikirdir. Su orqanizmdən lazımsız maddələrin çıxarılmasına kömək edir. Bəli. Bax, orada var idi. Mətnimizin sonuncu abzasında var idi. Su bizim bədənimizdən lazımsız maddələri çıxarmağa kömək eləyirdi. Sonra yediyimiz qidalar yazılmışdı ki, su ilə qəbul edilirdi. Sonra psixoloji gərginlik deyir, sağlamlığa müsbət təsir edir. Aha, bu səhv fikirdir. Psixoloji gərginlik nə vaxtdan sağlamlığa müsbət təsir edə bilər ki, uşaqlar? Psixoloji gərginlik deyəndə nə nəzərdə tutulur? Yəni əsəbiləşmək, sonra işlərimizin bir yolunda getməməsi, özümüzü pis hiss etmək, kimsə ilə belə ünsiyyət qura bilməmək. Bu psixoloji gərginliklər bizim sağlamlığımız üçün müsbət deyil, mənfi təsirdir. İdmana başlamazdan əvvəl isinmə hərəkətlərini etmək vacibdir. Bəli, bu da doğrudur. Bizdən yanlış fikri soruşur, yanlış fikrimiz olacaq C bəndi. Sonra 9-cu sualda nə deyir? Mətndə suallardan birinə cavab yoxdur. Fiziki tərbiyənin insan sağlamlığına faydaları nələrdir? Bax, bu var idi. Nə idi fiziki tərbiyənin insanlara sağlamlığı? Qaydaq mətnimizə baxaq. Fiziki tərbiyə var idi burada. Bax, bədən tərbiyəsi ilə 2-ci abzasımıza baxaq. Deyir, erkən yaşlarda bədən tərbiyəsi və idmanla məşğul olmaq orqanizmi neyinirdi? Möhkəmləndirir. Demək, fiziki tərbiyənin faydaları verilib. Sonra nədir? Günəş vannası qəbul edərkən hansı qidalar qəbul edilməlidir? Aha, bu haqda bizdə bir məlumat verməmişdi. Sadəcə nə deyirdi orada? Günəş vannası qəbul edərkən hansı qidalar qəbul olunmalıdır deyə belə bir fikir vermirdi bizə. Baxaq 4-cü abzasımıza. Deyir, günəş vannası orqanizmi möhkəmləndirmək üçün əlverişli vasitələrdən biri hesab edilir. Həkimlər deyir ki, günəş vannasından müəyyən saatlarda düzgün qaydada istifadə olunmasını əvəz edilməz hesab edir. Günəş şüaları D vitaminini verir bizə. Sonra bu orada günəş vannası qəbul edərkən yemək içmək barədə bizdən bir məlumat, bizə bir məlumat vermir. Demək, günəş şüaları altında orqanizmdə hansı vitamin artır? O da var idi orada D vitamini. Həyat ilk dəfə nədən əmələ gəlib? Bu da var idi, sudan əmələ gəlib. Demək, B variantında bizim sualımıza mətndə cavab yoxdur. Bizə də cavab olmayanı soruşur. Sonra növbəti sualımız 10-cu sual. Nə deyir bizə? Aşağıdakı cümləni mətndəki hansı abzasa əlavə etmək olar deyir. Deyir, tərləmə ilə itirilən su bərpa olunmazsa, yorğunluq və baş ağrısı ilə nəticələnir. Aha, burada bizim mətnimizdə var idi. Su deyir, çoxlu günəş vannası qəbul etmək neyinir? Bədənimizdə su itkisinə səbəb olur. Bu da bizim sağlamlığımıza deyir, mənfi təsir göstərir. 4-cü abzasda baxaq, uşaqlar deyir ki, günəş vannası qəbulu orqanizm daha çox maye itirdiyindən, baxın burada bu cümləmiz hansı idi o?
Daha çox günəş vannası bax, qəbul orqanizmdə daha çox maye itirilməsi səbəb olduğundan dərhal onu bərpa etməliyik. Yəni nə etməliyik? Günəş vannasından sonra çoxlu su qəbul etməliyik, su içməliyik. Baxaq indi. Geri qayıdaq. Aha, hansı abzas idi bu? 4-cü abzasdır. 4-cü abzas idi. Sonra 11. Hansı sözün mənası səhv göstərilmişdir? Asudə. Asudə rahat, dinc, sərbəst deməkdir. Bu doğrudur. Sonra ifrat bir şeyin lazım olduğundan az edilməsi. Aha, xeyr. Burada deyilməlidir ki, ifrat dərəcə. Məsələn deyir ki, bir günəş vannasından mətnimizdə də var idi. İfrat dərəcədə istifadəsidir, sağlamlığımız üçün zərərdir. Yəni həddindən artıq olduğu, artıq az yox. Burada olmalı idi bir şeyin lazım olduğundan çox edilməsi. Çox edilməsi. Demək bu fikrimiz səhv olacaq. Sonra maye nədir? Maye su kimi axan maddə. Bəli, bu da doğrudur. Fəal, aktiv, hərəkətli və enerjili. Bəli, bu da doğrudur. Bizim yanlış cavabımız olacaq B bəndi. 12-ci sualda nə soruşur bizdən? Deyir ki, mətndə çərçivəyə alınmış aktiv sözünü hansı sözlə əvəz etmək olar? Baxaq, mətnimizdə aktiv sözü harda çərçivəyə alınıb? Aha, birinci abzasımızda görürük ki, burada aktiv sözümüz çərçivəyə alınıb. Deyir ki, sağlamlığımızı möhkəmləndirsə və qorusaq uzun ömür sürər və aktiv həyat tərzi keçirərik. Aha, baxaq indi aktiv nə? Yəni hərəkətli, fəal. Baxaq indi. Aktiv sözünü hansı sözlə əvəz etmək olar? Fəal sözü ilə əvəz etmək olar. B bəndində doğru fikirdir. Klasteri tamamlaya biləcək fikirləri seçin. 13-cü sual. Günəş vannası, baxaq, günəş vannası. Klasterimizdə bir dənə fikir verilib uşaqlar. Məndən də deyir ki, klasteri tamamlayaq. Baxaq indi görək bu klasterimizdə verilən bu fikir doğrudur yoxsa yanlışdır? Qəbul etməzdən deyir, günəş vannası qəbul etməzdən əvvəl günəş kremini istifadə edilməlidir. Bəli, bu doğru fikirdir. Demək, biz variantlardan bura və klasterin bu hissəsinə və bu hissəsinə doğru fikirləri tapıb qeyd etməliyik. Klasterdə uşaqlar fikir verməli önəmli məqamlardan biri də odur ki, klasterdə əsas bir fikir verilib. Məsələn, bura verib günəş vannası. Aha, bizdən bax klasterin bir hissəsini doldurur bizdən. Məsələn, bura səhv fikir də qoya bilərdi. Səhv fikir qoysaydı əgər biz növbəti bu klasterin boş xanalarına da bu izahlardan, bu verilən variantlardan səhvləri tapıb qoymalıyıq. Düz olduğuna görə, burada bizə düz fikir verildiyinə görə biz bu variantlar arasından düzləri seçib qoyacağıq. Demək, baxaq 1-ə. Ən azı yarım saat əvvəl yemək içmək dayandırılmalıdır. Günəş vannası qəbulundan əvvəl. Xeyr, bu günəş vannasına aid deyildi. Bu idmana aid idi. Müəyyən saatlarda və düzgün qaydada istifadə olunmalıdır. Bəli, bu bizə lazımdır. Kiçik hərəkətlərlə isinmə prosesi yerinə yetirilməlidir. Xeyr, bu idmana aid idi. Günəş vannasına aid deyildi. İfrat dərəcədə istifadə olunmamalıdır. Bəli, bu da doğrudur. Demək, bizə bu klasteri tamamlayacaq hansılardır? 2 və 4-cü. Aha. B bəndi. Baxaq. Növbəti 14-cü sualımıza görək nə deyir bizə. Deyir ki, bunlardan biri insanın sağlamlığını təhlükə qarşısında qoymur. Aha, görək nədir bu təhlükə qarşısında qoyma? Psixoloji gərginlik. Bəli, uşaqlar, psixoloji gərginlik bayaq da sadaladığımız kimi psixoloji gərginlik insanın sağlamlığı üçün təhlükəlidir. Demək, bu bizə lazım deyil. Bizdə təhlükə qarşısında qoymur. Təhlükəsizi soruşur bizdən. Bu olmayacaq. Yoluxucu xəstəliklərə tutulmaq. Bu da bizim sağlamlığımızı təhlükə qarşısında qoyur. Sonra lazımsız maddələrin orqanizmdən çıxarılması. Bəli, bu bizim sağlamlığımızı təhlükə qarşısında qoymaz. Lazımsız maddələr, zərərsiz maddələr bizim orqanizmimizdən çıxarılmalıdır ki, sağlamlığımız tam olsun, bərpa olunsun. Sonra ki, hərəkət azlığı da bizim sağlamlığımız üçün problem yarada bilər. Demək, bizdə təhlükə qarşısında qoymayan fikrimiz olacaq C bəndi. Sonra növbəti
15-ci və sonuncu sualımızın izahına baxaq. Hansı yarımbaşlıqdır ikinci abzası ifadə edir? Baxaq bu yarımbaşlıqlara. Günəş vannasının faydaları və istifadə qaydaları, idmanın faydaları və təhlükəsizlik qaydaları, sağlamlığı təhlükə qarşısında qoyan amillər, təmiz havanın əhəmiyyəti və çirkli havanın zərərləri. Bizdən ikinci abzası soruşur. Gedək mətnimizdə ikinci abzasda baxaq görək bizə nə haqqında məlumat verir.